Bilirsiniz, əslində bir paket şokoladın əriməsi mikrodalğalı sobanın ixtirasına səbəb olub. İkinci Dünya müharibəsi zamanı sürətlə inkişaf edən radar sistemləri o vaxtlar təyyarələr və gəmiləri aşkar etmək üçün istifadə edilirdi. Bu radar sistemləri isə mikrodalğalarla işləyirdi. Çünki mikrodalğalar dalğa uzunluqlara uyğun olduğu üçün uzaq məsafələri zəifləmədən gedə bilir və dəqiq istiqamətləndirə bilirdi. Həmçinin tezliyi yüksək olduğu üçün bu dalğalar vasitəsilə impulsları göndərmək və qəbul etmək də rahat idi. Və günlərin bir günü Amerikalı mühəndis Percy Spencer radar sistemləri üzərində işləyərkən cibindəki şokoladın əridiyini görür. Beləliklə mikrodalğaların qida tərkibinə nüfuz etdiyi, molekulları titrətdiyi və qidanı isitdiyi faktı aşkar olunur. Daha sonra Percy Spencer bu faktı dəqiqləşdirmək üçün qarğıdalı dənələri və yumurta üzərində bunu yoxlayır. Uğurlu nəticələrdən sonra ilk dəfə 1947-ci ildə mikrodalğalı soba ixtira olunur. Adı Radar Range olan bu böyük ölçülü mikrodalğalı sobalar əvvəlcə xəstəxanalar və restoranlar üçün çox yüksək qiymətə təklif olunsa da, sonradan texnologiyanın inkişafı ilə istehsal xərcləri azaldıldı və bu sobalar daha geniş istifadəçi kütləsinə çatdı. I am on that wave, trying to make